Hər kəsə salam. Bu gün menyuda düyü yuxasından pankek və pizza var. Elə isə keçək hazırlanma qaydasına. Deməli, birinci ocağın üstünə tavamızı qoyuruq və biraz yağ əlavə edirik. Həmin yağ biraz qızana kimi və tavanın hər tərəfinə yayılmış olmalıdır. Ardınca düyü yuxasını qoyacağıq. Mən qalın olsun deyə 2 qat qoydum. Deməli, nə etdim? Mən tarifi bu arada dəyişdirmişəm. Böyük bir qismini dəyişdirmişəm hətta. İndi görəcəksiniz necə. Deməli bunu qoydum, yağladım. Daha sonra arasına sos çəkəcəm indi. Sonra ikinci qat yuxanı qoyacağam. Onu da niyə elədim? Daha belə aromatik dadı olsun deyə. Bəs bu sosu necə hazırlamışam? Deməli, məndə var idi acı biber sos və mən onu Çin marketindən almışdım. Videodan xatırlayırsınızsa. Həmin o Çin marketindən aldığım acı biber sosu ilə mayonezi qarışdırdım. Amma siz istəsəz ketçup və mayonez də qarışdıra bilərsiniz. Heç bir fərqi yoxdur. Hətta tomat pastası və biber pastasını da qarışdıra bilərsiniz. Dediyim kimi heç bir problem yoxdur. Və üstündən ikinci qatı çəkdim və fırçamda nə var idisə ikinci qatı da çəkəndən sonra yenidən həmin bu sosdan əlavə edirəm. Dediyim kimi daha aromatik və belə deyim pizza dadını verəcək kıvamda olması üçün belə ətraflı əlavə eləməyi seçdim. Deməli bunu yaxşıca yayandan sonra indi bir dənə yumurta qıracağıq. Və yumurtanı elə bunun üstündəcə necə deyirlər, açacağıq, yəni bilmədim yumurtanı qarışdıracağıqmı desəm, nə desəm bilmədim. İşte anam evdə yoxdur deyə ideyalarım da qarışıb. Nəysə, yaxşıca yumurtanı da həll edirik və bir balaca gözləyəcəyik pişsin. Bu əsnada bizə lazım olacaq bir dənə saska ya da ki kalbasa da olar. Mən üstünlük verdim saskaya və həmin saskanda necə ifadə edeyim, əvvəlcədən qaynatdım ki, birdən arasında tam bişməz filan narahatlığım var idi və saska və kalbasa kimi qidalar çox da yeməyi sevmirəm. Ona görə güvənli olsun deyə dedim birinci qaynadım. Yəni burada istifadə etdiyim saska qaynadılmış saskadır. Nəysə, amma belə tam bişirmədim də. Dedim biraz da pizzanın arasında bişsin və həqiqətən də çox yaxşı bişmişdi. Saskaları da qoyandan sonra yenə qabda nə sosum qalmışdısa üstlərinə qəşəngcə tökürəm ki, nə qədər sos da olsa o qədər aromatik olar deyə düşündüyüm üçün. Və ardınca mozzarella pendiri rəndələyəcəm üstünə və yaşıl soğan da əlavə edəcəm. Mozzarella pendiri yapışqan olmasın səbəbi oldu. Amma belə bir problem var ki, mən az elədiyim üçün və videoda fərqinə varım hətta az elədiyimi. Kəsəndə belə saçaqlar kimi arasından yayılmadı. Bəlkə də belə rəndədən keçirtməsəydim, böyük dilimlər kimi qoysaydım daha çox yayılardı. Amma dada bir təsir oldu mu? Olmadı. Heç bir problem yox idi. Nəysə, yaşıl soğanımızı da qoyandan sonra indi burada kənarda düyü yuxasını yenidən o sos qabda nə sos qalmışsa ondan soslayıram və bu da burada eləcə bişməyinə baxır. Nə qədər çox bişsə o qədər yaxşı olar və mənim ocağımın altı da az temperaturda idi ki, yandırmasın. Nəysə, deməli düyü yuxamızı da soslayandan sonra üzərinə qoyuruq. İndi burada mənim bunu çevirmə cəhdlərimə baxacağıq. Nə qədər elədim, çevirə bilmədim. Məntiqi sorudan çıxdı ki, axı bu yuxa çox zərifdir və üstündə çox şey var. Bunu necə çevirə bilərsən ki? Məntiqli nədir? İkisinin, yəni baş-başa yapışdırmaq. Ona görə bu ideya ağlıma gələn kimi başladım. Zaten kənarı sosdur və bastıran kimi bir-birlərinin üstünə yapışırlar. Ona görə kənarları başladım yapışdırmağa və biraz da daha çox bişməsini gözlədim. İndi burada da axtarıram qaşıq ki, necə rahat çevirə bilərəm. Və istəyirdim şarma forması vermək, yəni kvadrat. Daha çox dürüm desəm daha düzgün olar, dürüm forması verim. O da çevrilmədi dediyim kimi. Çox da yaxşı gözləməmişəm ağızların birləşməsi üçün yuxaların. Nəysə, heç bir problem yoxdur. Nəticədə tək yeyəcəm və mən yeyəcəm. Ona görə heç bir problem yoxdur. Mən necə rahatdırsa, eləsi də ən yaxşı üsuldur. Və beləcə bunu uzun bir müddət beləcə bişirirəm. Ağzını sıxıram ki, daha kvadratvari formaya gəlsin. Dediyim kimi şarma formasına gətirmək istədim son anda. Çünki yumru pizza demişdim əslində. Pizza formasında saxlaya bilərdim. Sonra məntiqli gəlmədi mənə. Dedim hər tərəfli bişməyəcək. Şarma formasında dedim ki, hər tərəfli bişsin. Yaxşı ki də belə eləmişəm. Yəni belə daha güvənli oldu. Bəlkə də elə də bişəcəkdi. Sadəcə mənə elə güvən vermirdi, amma belə güvən verdiyi üçün hər tərəfli üstündən bastıra yaxşı qızarsın deyə, yəni əlimdən gələn hər şeyi eləyirəm. Və bir də sıxıram ki, bəlkə sıxdıqca həmin o necə deyim, dürüm formasına düşə bilər. Və beləcə əslində bişirmiş olduq.
Müddət isə çox qısa müddət əslində əhatə edir. Çünki gördünüz onsuz da inqrediyentlər də çox az idi. Hazırlanması da 2/2 primitiv idi və bu son çevrişimdir. Bundan sonra demək olar ki, böləcəm və servis eləyəcəm. O ki qaldı dadına. Dadı ilə bağlı da video çəkmişəm. Yəni rahatlıqla evdə hazırlayıb yemək olar. Deyərdim ki, pizzanı evdə hazırlamaqdansa bunu hazırlamaq daha əlverişli və daha asandır. Dad və ləzzəti isə demək olar birəbir eyni idi və hətta pizzanın içinə vurulanlar qədər çeşidli məhsul bunun da içinə vurulsa, birəbir eyni dadda almaq olar. Nəysə burada artıq ocağın altını söndürmüşəm və çalışıram. Baxın tam kəsilmir. Həm yuxa, həm də mozzarella pendiri ayrılmağa qoymur. Demək ki, çox olsaydı mozzarella pendirim daha yaxşı ola bilərdi. Nəysə, dada təsir eləmədiyi üçün burada da heç bir problem görmürəm. Və kəsdiyimə görə artıq qablara da servis eləməyə vaxtına gəlib çatdıq. Nəysə. Əslində bu arkadaşı çəngəl bıçaqla yemirlər, əlinə yeyirlər. Amma mən əlimi ən nifrət etdiyim şey yağlı bir şeyə vurmaqdır. Ona görə qərara gəldim ki, bunun kəsimi yeyim. Kəsəndə də nə qədər dad alacağım bilmirəm. Nə qədər kəsmək üçün ideal bıçaq götürmüşəm, onu da bilmirəm, amma nəysə, kəsib sınayacağıq. Görək dadı necə olur. İstidir. İstidir, amma ləzzətlidir. Ocaqdan götürdüyüm kimi boşqaba qoyub yemək videosu çəkirəm. Yanında olsun bu arada. İstidir. İstidir, amma dadı da... Ay, sam getdi. Anam evdə deyil deyə yəni etmədiyim sakarlıq qalmadı. Bayağı qəşəngdir. Eləyin. Eləyin və yiyin. Mütləq eləyin yiyin. Dadına söz ola bilməz. 10 üzərindən 15. Ne bileyim de Savet kaynağı sınayacağım. Tutup dişlemeye sınayacağım. Belə hamısı bir yerdədir deyə kəsib yeməkdən daha ləzzətlidir. $20 dəqiqə evdə ac qalmamağın mükəmməl yolu. Mən yadıma düşdü ki, mən axşam dərman atmalıyam və yeməkdən 2 saat sonra atmalıyam və dərman getdi. Əla. 1 saat daha artıq gözləmə məcburiyyətindəyim. Və yedim. Sizə boşqabımı da göstərəcəm. Bu qədər. Bilmirəm, ayda əlim kameranın qabağındaydı. Bəlkə də görməmişsiniz. Bilmirəm. Yedim, çox bəyəndim. Siz də düzəldin. Zaten maksimum çox dirəksə 20 dəqiqəni alan bir şeydir. Çox ləzzətlidir, bəyəndim. Spesifik şeylər gedir içinə. Sınamaq və dəyərləndirmək olar. Çox az vaxtım getdiyi üçün durub bir də bunun waffle versiyasını edəcəm. Onda gedirəm onu hazırlamağa. Deməli, bizə lazım olacaq bir dənə yumurta və bir xörək qaşığı su. Bir də mən yumurta ilə nifrət edədiyim üçün vanil qatdım. Sonra bunları yaxşı-yaxşı qarışdırırıq. Tam qarışana kimi qarışdırırıq ki, vanillər sonradan yandırmasın. Ona görə maksimum indi burada qarışdırmaq görəcəksiniz. Əlimdən gəldiyincə yaxşı-yaxşı qarışdırmağa çalışıram. Və siz əslində çox porsiya istəsəz, bu çox porsiyaya da gedir. Hətta yumurtanın sayını artırsanız filan bir neçədən də hazırlaya bilərsiniz. Mən sadəcə bir dənə yetərli deyə elə bir nəfərlik bir dənə üçün də hazırladım. İndi burada yumurtanı qarışdırdım, qane eləmədi, dedim vanilin hamısını töküm. Çünki yumurtaya qədər nifrət elədiyim çox az iyi var. Bilmirəm, qoxusu heç xoş gəlmir. Yumurtanı qarışdırdığımız müddətdə deyim nə lazım olacaq bizə. Deməli bir tavama əvvəlcə burada qoyuram ki, bu qəşəng islansın. Düyü yuxam burada islanır. Mən isə tavama qoyuram kərə yağını. Duru yağ da qoymaq olar, amma mən kərə yağı qoymağı seçdim. Çünki şirniyyatlara məncə kərə yağı daha ləzzətli olur. İndi bu kərə yağı qəşəngcə əriyəndən sonra yuxamı üstünə qoyacağam, amma təbii ki, bu nazikdir. Ona görə 2 ya 3 mü qat qoyurdum. Nəsə, indi videoda görəcəyik necə qat qoyduğumu. Demək, bayaqdan ağıllandığım üçün, artıq daha bilgə bir insan olduğum üçün yuxanı necə birləşdirmək lazımdır filan. Çox professional addımlar görəcəksiniz burada. Gördünüz, yağını qəşəng elədim. Bəli, tək elədim. Evdə anam yox idi. Öz gücümə elədim. Yalnız və yalnız mən. Nəysə. Burada indi yuxanı qoydum. İkinci yuxamda təbii ki, bu hazırladığım məhlul mu desəm? Məhlulda
yaxşı-yaxşı nəm eləyəcəm ki, digərinə yapışsın. Bu arada digəri çox qıvrıldı. Bunu elə eləmirəm ki, gücü çatsın. Hə, məncə belə digərini hətta saymadım, yoxdan saydım da. Ona görə 3 qatda elədim ki, daha güvənilir olsun. Çünki mən artıq səhvimdən ağlamış bir insanam. İndi bizə lazımdır sadəcə bir dənə banan, doğranmış banan. Bunlar bir damcı qızarsınlar. Daha sonra bananlarımı başlayacağam düzməyə. Və mən bananda çobud doğramışdım, amma sizin seçiminizə baxır. İstədiyiniz şəkildə doğraya bilərsiniz və bir banan yetər də artar hətta. Hətta məndə qalmışdı, kənarlarına filan da elədim. Niyə də olmasın? Çünki banan dadını da sevirəm və yumurta ilə də pis dad gələcəyini düşünmürəm. Heç nə. Burada bananları düzüşümü izləyirsiniz və indi bunların da üstünə yenidən həmin bu yuxalardan qoyacağıq ki, pankek vibe-ını verə bilək. Burada da qəşəng-qəşəng yuxamı isladıram. Maksimum dərəcədə nəm olmasına çalışıram. Burada şəkər tozu falan heç nə vurmadım. Çünki bananın təbii şirinliyi məncə yetərli idi. Bilmirəm niyə, amma dadı da yaxşı idi. Sanki şəkər vurmuşammış kimi dadı var idi. Baxın, artıq ağıllıyam deyə ucları birləşdirə gedirəm. Bu da ikincimizdir. İkinci qatı da eləyəcəm. Ona kimi də əslində ocağın altı az xoddadır ki, yandırmasın və yavaş-yavaş alt qat bişmiş olur da. Əslində mən üstü də tam yerləşdirəndən sonra çevirəcəm və demək olar ki, hazır vəziyyətə gəlib çıxmış olacaq. Burada, yəni bunu məndən başqa heç kim yeməyəcək, yesə də anam yeyəcək və əllərim də təmiz olduğu üçün, yəni çırpaq əllərlə nə qədər nifrət etsəm də yumurtaya 30 dəfə yutsam belə, yəni əllərimi vurmuşam. Xoş deyilsə onsuz da siz yemədiniz, ona görə narahat olmayın. Mən nuş canlıqla da yedim. Nəysə, bu dipnotda keçdiyimə görə. Artıq buralıqda hardasa anam gəlib. İndi mənə gəlib kömək edəcək bunu çevirmək üçün. Sağ olsun canım anam. Ah, gəldi. Baxın. Artıq burada anam artıq evdədir. Nəysə, baxın altını nə qəşəng bişirmişəm. Gördünüz? Mən bişirmişəm. Təkcə. Anam indi gəldi. Hə, heç nə. Sonra arkadaşlarım mənə sataşır. Mətbəxdə anasına kömək eləyir falan deyirlər. Gördünüz də hamısını öz alnımın təri ilə, öz əməklərimdən elədim. Nəysə, burada da qəşəng-qəşəng bastıram ki, həm ağızları birləşsin, tam bir-birinə, yəni bütöv bir hal alsın. Həm də ki, qəşəngcənə qızarsın. Burada biraz fəsəli dad da verirdi. Mən fəsəli də çox sevirəm. Yəni bildiyin sanki içində banan olan fəsəli, pankek bu dadda bir şeydir. Nəysə, heç nə, burada boş-boş danışıram. Gözləyirəm ki, bişib qutarsın, kəsmək istəmirəm videonu. Tənbəliyimi tutub. Hə. Heç nə, siz də məndən bir yerdə gözləyin, qızarsın. Qəşəng-qəşəng qızardıram. Çevirəcəm deyəsən hətta. Bir dəfə də qızardacam. Yəni bu qədər qızartmağı nə edirdin kanka bilmirəm. Özüm sual verib cavab verirəm. Sənin retorik suallardır, nədən olmasın. Ha, baxın nə qəşəng qızartmışam. Bu arada sizə bir şey deyim. Bu biraz yanmayıb əslində. Çünki yansa yanıq dadı gələrdi, gəlmirdi sözün əsl mənasında. Zaten yanıq da deyil. O belə qəribə qızarıqlığı deyim sizə nə verdi? Məncə mənim vanilinlərim verdi. Vanil vurmasam belə olmazdı. Çünki pizzamda gördünüz də vanil vurmamışdım. Elə bir problem yox idi. Və artıq bişmişdir və qəşəng tavamdan aldım, boşqabıma qoydum və qəşəng dilimləyirəm. Pizza o birinə dedim, bu pizzaya oxşuyur. Olsun, heç bir fərqi yoxdur. Qəşəng, əslində bunu 4 yerə dilimlədim, amma bir 6 yerə də dilimləmək olardı deyə düşünürəm. Nəysə, heç nə. Qalan bütün düşüncələrimi də sizlə canlı bölüşmüş olacağam. Bir dilim də anama yedirtmişəm. O da yəni belə ortalama pisdir demədi. Düzü pankek dadlı dedi. Amma yəni əsla da, yəni pankekin o zülmünə heç dəyməz. Hələ də belə asan yol var ki, ümumiyyətlə dəyməz və sağlam yol. Tək kalori qazananmaram. Pizza yemək olar. Bayaq elədim. Hə, bayaq yox idi, anam indi gəlib. Pankek dadlıdır bu. Pankek dadlıdır dedi. Şokdayım. Əsla pankek bundan dadlı deyil. Arkadaşlar, həqiqətən eləyin. Yəni pankekdən həm daha az əziyyət tələb edən şeydir, 2-2-dir. Həm də demək olar birə-bir eyni daddır. Həqiqətən eyni daddır. Eləməyə, sınamağa dəyər və mən şimdi şeylər onsuz da yəni vaz keçilməzim olduğu üçün 4-4lük çox bəyəndim. Əlim yağdı və yağı görməzdən gəlirəm, hər nə qədər iyrənc bir şey olsa da. Dadı da qəşəng. Bu arada mən yumurtanın qoxusun, yəqin ki onu o bir səsdə demişəm, yumurtanın qoxusuna nifrət elədiyim üçün yumurta qoxusu gəlməsin deyə vanil qatmışdım. Bu yanıqda hər şeylər biraz da vanildə səbəb olan və əladır. Yumurtaya gəlirdi. Yox, bəli.
Kendim fikirləşdim, tarixdə yox idi. Atacan özüm fikirləşmişəm. Nəysə, bu günlük sizdən paylaşmaq istədiyim yemək reseptlərim bu qədər idi. Növbəti videolarda görüşənədək siz bunu izləyəndə mənim ad günümə sadəcə bir gün qalmış olacaq. Ha, belə heç nə. Durduq yerə burada elan eləyəsim gəldi içimdən. Belə, sağ olun.